Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün sizin qarşınızda çox fərqli bir reseptlə gəlmişəm. Bu reseptlə qızıl gülləri qışa saxlayıb çay dəmləyərkən istifadə edə biləcəksiniz. Prosesə qızıl gülləri elə öz həyətimdən yığmaqla başlayıram. Bu cür yığdıqdan sonra bizə ləçəkləri lazım olduğu üçün saplağını qoparıram. Sonra üzərinə biraz limon duzu əlavə edirəm. Qeyd edim ki, ərzaqların dəqiq miqdarını videonun açıqlama hissəsində qeyd edəcəm. Ardından üzərinə şəkər tozu da əlavə edirəm. Sonra elə əlimlə qarışdırıram. Əlimi alıb bir-birinə sürtərək ovuşdururam. Ovuşdurduqdan sonra sonda belə bir hala düşür. Artıq onları quru və təmiz bir bankaya yığıb soyuducuda rahatlıqla saxlaya bilərik. Məncə bunu mütləq yoxlamalısınız. Çünki qışın soyuq günlərində bu ləçəklərdən çayınıza sadəcə bir neçə dənə əlavə etməklə həm evinizi bürüyəcək, o möhtəşəm ətri hiss edəcək, həm də yay enerjisini geri qaytaracaqsınız. Hazırlayacaq olan hər kəsə yenidən nuş olsun. Şərhlərdə fikirlərinizi gözləyirəm. Və əgər videomu faydalı hesab etdinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bu növ təbii və dadlı reseptlərin davamı üçün kanalı izləmədə qalın. Növbəti videolarda görüşənədək. Hələlik.